Salam qızlar, sizə söz vermişdim ki, arıqlamadan danışacağım və 10 günə 10 kilo necə arıqlaya bilərik? Diqqətlə dinləyin. 10 günə 10 kilo arıqlamaq və təkrar qısa zamanda kökəlməmək üçün biz təbii ki, arıqlama müddətində həm də immunitetimizə nəzarət etməliyik. Əsas rol nə oynayır? İştahın çox olması, atışdırmalar və s. onların qarşısını almaq lazımdır. 1. İştahı kəsməliyik. 2. Halsız və baş ağrılar çox gərgin olmamaq üçün vitamin içməliyik. Ondan sonra köp, şiş, qəbz olursa probiotik içməliyik və təbii ki, təkrar kökəlməmək üçün %100 D vitaminini normaya salmalıyıq. Əgər bunlardan heç olmasa biri olmayacaq, arıqlama mümkün deyil. Hal-hazırda mən sizə elə bir arıqlama müalicəsi, resepti, yəni preparatlardan olan deyəcəm. O sizin həm arıqladacaq, həm də iştahınızı kəsəcək. Siz nəinki arıqlayacaqsınız, hətta dəriniz dartılacaq, parıldayacaq, həmçində cavanlaşacaqsınız. Yəni, sonradan davam eləmək istəsiniz. Məsəl üçün, kimsə 10 kilo yox, 20-30 kilo arıqlamaq istəyir, o zaman resepti sadəcə təkrar davam eləyəcək. Reseptimiz bir neçə preparatdan ibarətdir. Videoları səsli və diqqətlə dinləyin ki, yəni çünki hər birini izah eləyirəm. Hər kəs tərəfindən rahatçılıqla istifadə oluna bilər. Kim ki kilodan əziyyət çəkir, piylənmədən əziyyət çəkir, bir tərəfdən iştahı kəsəcək, bir tərəfdən vitamin depomuzu normaya salacaq, bir tərəfdən də probiotik istifadə eləyəcək ki, ümumi olaraq şişkinlik, atiok və bunlar kimi hər bir şey ümumiyyətcə bildiyimiz və bilmədiyimiz bədəndən getsin. Heç bir diyeta ehtiyac yoxdur. Diyet olmadan 10 günə 10 kilo arıqlayacaq. Hamınız əvvəl sonranı çəkib mənimlə paylaşarsınız. Birinci gördüyümüz spirulina. Spirulinanın qutusunda 60 ədəd olur. Amma əgər siz 60 ədəd çox arıqladır, əgər sizin imkanınız yoxdursa hamısını almağa, o zaman siz cəmi 20 dənəsini ala bilərsiniz. Spirulinanı səhər-axşam 30 dəqiqə yeməkdən öncə bir kapsulu, bir stəkan su ilə içməlisiniz. Diqqətlə dinləyin, lazım olsa təkrar dinləyin. İkinci, sinulon. Sinulon nədir? Probiotikdir. Qaz, köp, şiş, bunların hamısına qarşısını almaq üçün mütləq içilməlidir. Normalda günorta və yaxud axşam yeməyindən 15 dəqiqə öncə içə bilərsiniz. Əsas yeməkdən öncə gündə bir dəfə sinulon. Vitaqudu. Səhər-axşam yeməkdən sonra dərhal bir xörək qaşığı istifadə edin və nəhayət ki, D vitamini. D vitamini 10 həftədə bir şüşəsini içməlisiniz. Deməli, ancaq 10 kilo arıqlamaq istəyənlər spirulinanın bu səhifədən sifariş verir. Məsəl üçün, bütöv qutunu da eləyə bilərsiniz. 60 dənədir içində, kim çox arıqlamaq istəyir. Və yaxud 10 günə 10 kilo arıqlamaq reseptini eləmək istəyirsinizsə, 20 dənəsini alırsınız. Səhər-axşam, qeyd etdiyim kimi, spirulina səhər-axşam 30 dəqiqə yeməkdən öncə bir stəkan su ilə içilir. Spirulina niyə içirik? İştahımızı tam kəsir. Heç bir diyet yox. İştahımızı tam kəsir. 1. İçində kollagen və gialuron var. Hansı ki, həm arıqlayırsınız, eyni zamanda da dəriniz dartılır, yığılır. Yəni, bunu gözlə görəcəksiniz. Dəqiq sizə deyirəm. Yəni, illərdir ki, həm yazıram, həm də özüm istifadə etmişəm. Bunu bu səhifəyə etikləyəcəm. Rəsmi səhifədən əldə alın. Qalaqqramlıdır da. İndi dənə ilə alsanız o ayrı-ayrı göndərəcəklər. Yazın, məlumat verəcəklər. Sonra sinulon, köp, şiş, qəbz, qəbizlik. Ümumiyyətcə bütün mədə-bağırsaq problemi nə var, onu aradan qaldırır. Arıqlama reseptinin içində mütləq istifadə olunmalıdır. Mütləq şəkildə, amma ümumiyyətcə sinulonu hər kəs istifadə edə bilər. Hətta arıqlamaq istəməyənlər şiş, köp varsa, yəni cüzi, yəni yüngülləşmək istəyirsə, qəbizliyi varsa hər kəs, yəni qəbizliyi olan hətta uşaqlar, hətta körpələr, yəni anadan olan istifadə edə bilər. Sadəcə sinulonu indi körpə içə bilməz, çünki kapsuldadır, amma onu boşalda bilərsiniz çay qaşığına, su ilə qarışdırıb verə bilərsiniz ki, içsinlər.
Yəni Sinlon hər kəs tərəfindən istifadə oluna bilər. Vitaqut da B qrupu vitaminlərdir. Siz diyet, yəni yemək yeyə bilməyəcəksiniz, vitaminləriniz az olacaq. Ona görə burada B qrupu, sink, L-karnitin və s. var ki, o bərpa olsun. Vitaqut haqqında daha ətraflı danışmaq istəyirəm bu storyda. Deməli, vitamin A, B1, B2, B3, B5, B6, B12, C, D3, E vitamini var, sink var və L-karnitin var. Yəni siz arıqlayanda halsız olmayasınız, nastroyeniyanız yaxşı olsun, saçınız tökülməsin. Arıqlayanda biz normal yemək yemirik və istər-istəməz halsız oluruq, saçlarımız tökülə bilər və s. Onun qarşısını mütləq alınmalıdır. Yəni paralel olaraq Vitaqutu istifadə edin. Vitaqut bütün apteklərdə, yəni bütün apteklərdə satışda var. Siropu qəti şəkildə aptekdə satılmayan məhsul, bu çox satılır, tez satılır. Ola bilər heç qalmır da, çox vaxtı bir ara tapılmırdı. Ona görə aptekdə işləyənlər öz məqsədlərini uğruna başqa satılmayan nələr sizə təklif edirlər, qəti olmaz. Qəti şəkildə ancaq Vitaqutu bütün apteklərdə bu satışda var. Bir də mütləq şəkildə içəcəksiniz vitamin D. Vitamin D olmadan piylərin tam bir dəfəlik parçalanması mümkün deyil. Vitamin D bütün hər şeyin sağlamlığının, yəni təməllidir. Mütləq şəkildə D vitamini 10 həftədə bir şişə içirik. Mən həmişə sizə göstərmişəm necə. Yəni qatığa, suya, fresh, hər hansı xoşladığınız nəsə, yəni spirti olmayan içki varsa, ona qarışdırarsınız. Elə bir şüşəni bir dəfəyə içirsiniz. Məsələ hər birinci gün. Məsələn, hansı gün içdiniz, yalnız o günləri içəcəksiniz. Həftədə bir dəfə, ən azı 10 həftə ərzində D vitamininin mütləq normaldan olmalıdır. Və qızlar, %100 deyirəm. Yəni, siz bilirsiniz ki, mən 20-30 ildə izləyirsiniz və bilirsiniz ki, yəni, nəyisə %100 dedimsə, o da ildə ayda bir dəfə olur. Bu dəqiqdir. Yəni, əldə etməyə mütləq